Oğlaq bürcü haqqında ilk deyilən söz adətən güclüdür olur. Amma çox az adam soruşur, bu güc hardan gəlir? Çünki oğlaq güclü doğulmur. Oğlaq məcbur qalıb güclü olur. Uşaq vaxtından tez böyüyən, məsuliyyəti erkən anlayan, özün etməlisən cümləsini çox eşidən bürcdür oğlaq. Ona görə də həyat onun üçün oyun deyil, plan kimidir. Əgər bu videonu indi izləyirsənsə, iki ehtimal var. Ya özün oğlaqsan, ya da həyatında bir oğlaq var və onu tam anlaya bilmirsən. Bu mövzular sənin üçün maraqlıdırsa, kanala abunə olmaqla belə analizləri qaçırmamış olarsan. Oğlaq danışmağı sevmir. Amma bu demək deyil ki, deməyə sözü yoxdur. Sadəcə o hər sözü hər adama demir. Oğlaq üçün etibar çox bahalıdır. Bir dəfə qazanılır, amma itirilməsi saniyələrlə ölçülür. Ən maraqlısı bilirsən nədir? Oğlaq səni bağışlaya bilər, amma səni əvvəlki yerinə qaytarmaz. Bunu çox adam gec anlayır. Münasibətdə oğlaq romantik görünməyə çalışmaz. Sürprizlər, şirin sözlər, nümayişlər onun üslubu deyil. Amma yanında qalırsa, məsuliyyət alırsa, səni yarı yolda qoymursa, bu onun sevgisidir. Və bu sevgi zarafat deyil. Oğlaq iş həyatında fərqlidir. O dərhal yüksəlməyə bilər, amma səssizcə zirvəyə çıxar. Risk etməyi sevmir, amma hesablanmış addımı mütləq atır. Pul onun üçün təkcə maddiyyat deyil. Pul təhlükəsizlikdir. Ona görə də oğlaq pul mövzusunda ya çox ağıllı olur, ya da həddindən artıq ehtiyatlı. Ən az bilinən tərəfi isə budur. Oğlaq qisası isti-isti almır. O unutmur, sadəcə gözləyir. Və həyat elə gətirir ki, çox vaxt heç özü bir şey etmədən balans qurulur. Əgər bir oğlaq səni həyatından çıxarıbsa, bil ki, bu ani qərar deyil. Aylarla düşünülmüş, ölçülmüş, sınanmış bir qərardır. Videonu buraya qədər izləyənlər adətən iki yerə bölünür. Biri bu məni təsvir etdi deyir, digər isə mənim həyatımda belə biri var deyir. Hansına aidsinizsə, bunu şərhlərdə yazmağınız maraqlı olar. Çünki bəzən başqasının yazdığı bir cümlədə insan özünü tapır. Oğlağın zəif nöqtəsi də var. O hər şeyi tək daşımaqdan yorulur. Amma bunu demir, kömək istəmir və bəzən məhz bu onu daxildən yıpradır. Ən böyük problemi də budur. İnsanlara güvənmək istəyir, amma yenə də məsuliyyəti öz üzərinə götürür. Əgər bu cür mövzular sənə maraqlıdırsa, videonu bəyənmək həm də mənə dəstəkdir. Həm də bu tip kontentin davam etməsinə səbəb olur. Bu kanal bürcləri nağıl kimi yox, insan davranışı kimi izah edir. Ona görə də buradasansa, bu təsadüfi deyil. Oğlaq bürcü güclü görünür. Amma bu gücün arxasında səbr, qorxu, məsuliyyət və çoxlu susulmuş cümlələr var. Bu video bəlkə də sənə birini xatırlatdı. Bəlkə bir insanı, bəlkə də özünü. Əgər belədirsə, abunə ol. Çünki bu mövzular burada davam edəcək. Və əgər fikrini bölüşmək istəsən, şərhlər açıqdır. Buyur, şərhlərdə Oğlaq bürcünə aid fikirlərini qeyd elə.